Hər vaxtınız xeyir xanımlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Gözəl hava var, istədim balkonda bir çay içim. İndi yeməyi bişirirdim. Fasilə verim dedim, belə də çay içim. Sonra digər işlərimi görəcəm. Qızlar, dibçəkləri çölə qoymuşam. Havalar yaxşı keçir deyə, həm də orada nəsə xarab olurlar. Fikirləşdim ki, biraz havada qalsalar daha yaxşı olar. Ona görə də balkona çıxartmışam hamısını. İndi görək nə olur. Yastıqlarıma baxın, təzə yastıqlarıma. Yemək hazırlamaq üçün əti bu cür bastırma eləmişəm. Kivi ilə. İlk dəfə idi kivi ilə hazırlayırdım. Eşitmişdim ki, kivi çox gözəl yumuşaldır əti. Əslində heç yumuşaltmağına o qədər də ehtiyac yoxdur. Çünki çox körpə quzudur. Onsuz da tez bişir, yumuşaq olur əti. Deməli, qızlar, nə ilə eləmişəm? Yəni, nə əlavə eləmişəm? İçinə hardasa bir 2-3 saat gözlətmişəm. Duz, istiot, yarım limonun suyu, 1 ədəd kivi, biraz duru yağ, çox az. Hardasa 1 yemək qaşığı da xardal əlavə eləmişəm. Onları yaxşı-yaxşı qarışdırdım. Ağzını streçlə bağladım qabın. Bir də ki, kartuşkaları da elə ətlə birlikdə qarışdırdım. Ağzına streç örtdüm qabın. Qoydum, 1-2 saat gözlətdim. İndi soba listinə yığıram. Sonra verəcəyəm bişməyə. Qızlar, əslində səsləndirməni sonradan edirəm deyə deyim ki, sizə ilk dəfə etməyimə baxmayaraq çox ləzzətli alınmışdı. Birinci fikirləşirdim ki, görəsən bu kiviləri üzərinə qoymalıyam yeməyin bişərkən yoxsa yox. Elə yaxşı ki qoymuşam, çünki kivinin özü əlavə bir dadı var idi kivinin. Çox gözəl alınmışdı. Məncə mütləq hazırlamalısınız. Buyurum sobaya. 180 dərəcədə. Nə vaxt bişər götürəcəm. Baxacam tez-tez. Çox qəşəng alınıb qızlar. Görək dadı necə alınıb. Dadına da baxım, deyəcəm sizə. Bişirin, yoxsa bişirməyin belə. Bugün gəlmişəm. Bu çoxdandır Instagramda qarşımıza çıxan Sevinç Moldakı həmin o mağazinə. İndi girək görək. Deyildiyi qədər, göstərildiyi qədər gözəl yerdimi sizə çəkəcəm içəridə.
Həmin mağaza ikinci mərtəbədə yerləşir. Buradan qalxırıq yuxarı. Təzəm oldu və hər yer tərtəmizdir. Olivia var idi, aşağıda Second Cup var idi. Miniso var idi mağazası birinci mərtəbədə. Qalxdıq bura. İndi girək içəriyə, görək bizi nə gözləyir. Çox təəssüf ki, yenə videonun öz səsini kəsmək məcburiyyətində qalmışam. Üzərinə səs yazacağam, çünki musiqi səsi həddindən artıq çox gəlirdi mağazadan. Gördüyünüz kimi, demək olar ki, bütün vitrinlər, rəflər bomboşdu. Düzü fikirləşirdim ki, ən azından nəsə tapmaq olar, amma yaxşı heç nə qalmamışdı. Yəni o videolarda, reklamlarda gördüyüm heç bir şey qalmamışdı. Burada maraqlı bir neçə əşya var idi. Bu yəqin ki şam qabıdır. Amma bu dalğa kimi olan qabı başa düşmədim. Yəqin ki o da şam qabı olardı. Belə bir qab var idi. Bu cür burada belə orqanayzerlərdir. Daha çox uşaq otağı üçün uyğun olan əşyalardır. Qiymətlər elə də ürək açan deyildi. Yəni düşündüyüm qədər ucuz bir mağaza deyil. Düşündüyüm qədər yox, reklam olunduğu qədər ucuz deyildi mağaza əslində. Belə orqanayzerlər var. Hamısını sizə çəkirəm bir-bir. Bəlkə kiməsə maraqlı olar. Qızlar, baxın burada 4.99 yazılıb. Amma həmin rəfdə yerləşən bu səbət 17 manat 99 qəpikdir. Yəni 18 manat. Sonra, yəni ucuz heç nə görmədim. Bu orqanayzer 25 manat idi. Bu belə səbətlər var idi uşaq otağı üçün. Bunların da qiyməti 13 manat. Düzdür, gözəldilər. Yəni almaq olar uşaq otağı üçün, amma sərfəli deyil. Yəni şkaf içinə gedib bir neçə ədəd orqanayzer almaq istəyən insanlara məncə sərf eləməz buradan gedib almaq. Bəlkə də indi əvvəl olub satılıb, ona görə rəflər boşdur, deyə bilmərəm. Amma hal-hazırda gördüyüm mənzərə bu idi və gördüyüm şeyi sizin üçün çəkirəm. Belə salfet qabları, yenə belə səbətlər uşaqlar üçün 8 manat yazılıb, amma 8 manat deyildi. Belə pərdələr var idi. Pərdələri əslində bəyəndim. Düzdür, bu kiçik evlər üçün daha uyğundur. Çünki az idi. Yəni metrəsi çox balaca idi. Burada qızım da şirinlik eləyir. Belə pakrivallar var idi. Pakrivalların qiymətini istədim sizin üçün çəkim, amma üzərində qiymətləri yox idi. Düzü vitrində yazılan qiymətlərlə fərqlidir qiymətlər. Ona görə də yəni o vitrindəki qiymətlərə çox da inanmadım. Baxın, 13 manatdır bu balaca ideal. Burada uşaqlar üçün oyuncaqlar da var idi. Uşaqların sevimli qəhrəmanıdır. Bu aralar çox populyardır. Belə balaca oyuncaqlar, çaşkalar var idi orada. Çaşkaların da qiyməti deyim ki, nə ucuz deyil, nə baha deyil. Ortalama qiymətdir. Yəni məncə hər yerdə bu qiymətdir. Burada belə çayniklər idi. Mətbəx üçün plasmas qablar. Soyuducu üçün qablardır. Bunları əslində bəyəndim. Sadəcə olaraq elə bir ehtiyac yox idi deyə almadım. Sadəcə baxdım və sizə göstərmək istədim. Belə maraqlı şirin qablar var idi burada. Bu da maraqlı gəldi mənə. Amma qiymətləri məncə baha idi. Mənə görə baha idi. Bilirsiniz də, yəni qab-qacağa çox pul xərcləməyi sevən deyiləm. Bəlkə də ona görə mənə baha gəlir, amma yenə də nəyə lazımdır ki əslində. Sonra belə bu qablar 10 manat idi bir hamısına. Baxmadım, sadəcə ən çox bəyəndiklərimin qiymətini göstərmək istədim sizə.
Bu qab kauçukdan idi. O birislər şüşə idi. Biri bambuk idi, sonra digəri şüşə. Bu da kauçuk material. Burada uşaqlar üçün penallardır, karandaşlar, flomasterlar, yəni ki, məktəb ləvazimatları da var idi bir vitrində, az da olsa. Burada da qızım bu penalı bəyənib bunu alacaq özünə. Qiyməti də 10 manat idi bu penalın. Burada balaca körpə uşaqlar üçün, bu səhv etmirəmsə bamperdir. Qoruyucu bamper. Beşiyin kənarlarına bağlamaq üçün, səhv etmirəmsə. Yastıq üzləridir, dekorativ yastıqlardır, bunlar fon pərdələrdir. Qiyməti ucuz olan da var, görürsünüz orada. Amma metrələri balacaydı. Xanımlar, əslində paltarları istədim çəkmək, sonra gördüm çox keyfiyyətsizdir də, heç yəni çəkmək belə istəmədim. Buradakı bu aksesuarları çəkdim, uşaqlar üçün lunchboxlar, belə sumkalar, çantalar. Uşaqlar üçün kəmərlər də var idi. Bunlar böyüklər üçündür, amma uşaqlar üçün də var idi. Corablardı xanımlar. Corabların belə necə deyim, şəkilləri filan çox gözəl görünür, amma materialları sintetika idi. Yəni pambıq da var idi. Pambıq corablar daha çox böyüklər üçün idi. O tərəfdə gördüm. İndi onları da çəkmişəm. Baxın burada. Bunlar böyüklər üçün olan corablardır. Düzü həm insan çox idi, həm də geyimlərin keyfiyyətini elə də bəyənmədiyimə görə çox da çəkmək istəmədim. Nə keyfiyyəti, nə də ki görünüşü o qədər xoşuma gəlmədi. Burada sizdən bir xahiş etmək istəyirəm. Zəhmət olmasa kanalıma abunə deyilsinizsə abunə olmağı və videolarımı like etməyi unutmayın. Qızlar, inanın ki düzəməlli heç nə yox idi. Çox maraqlıdır ki, həmişə bu cür reklam olunan mağazalara gələndə görürsən ki, o reklamda gördüyün mağazadan əsər əlamət yoxdur. Birincisi, heç nə demək olar ki, rəflərin hamısı bomboş idi. İkincisi, qiymətlər əslində heç o qədər də ucuz deyildi. Sadəcə olaraq orada yazılıb 4.90-dan başlayan qiymətlər filan, amma orada heç 4.90-a heç nə yoxdur. Yəni ki, o yazılan rəflərdə 4.90-a heç nə yox idi. Belə və yaxud da bəlkə də olub, indi bitib, onu deyə bilmərəm. Amma bitibsə, artıq o yəqin qiyməti götürməlidirlər oradan. Çünki aldadıcıdır. İnsanı aldadır. Nəhayət ki, gəlib evə çatdıq. Amma elə yoruldum ki, düzü o boyda yolu getməyə də peşman oldum. Çünki heç göstərildiyi kimi bir şey deyil. Əgər Pepco mağazalarında olmuşsunuzsa, Pepco mağazası kimi bir yerdir. Deyərdim ki, Pepco'dan keyfiyyət cəhətdən biraz aşağı idi. Geyimləri nəzərdə tuturam, digər şeyləri yox. Geyimlər çox zəif keyfiyyətli idi. Sintetik material, demək olar ki, corablar belə sintetika idi. Yəni, orada yaxşı bir şey görmədim. Orqanayzerlər, zatlar yaxşı idi, amma onlar da sizə deyim ki, məncə daha ucuz almaq olar. Onlar baha idiler. Orada belə oyuncaq vidində olanlar uşaq otağına alıb qoymağa zada bəlkə də yaxşı ola bilər, amma digərləri əslində onlar da çox baha idi mənə görə. Nəysə, mənim fikrimcə baha idi, dəyməzdi. O boyda yolu da çox naxaq yerə getdim. İnanın ki, çox yoruldum. İndi bir dənə çay dəmləmişəm. İndi bir çay içək, özümüzə gələk. Sonra yenə görüşərik. Yadımda olmuşkən deyim, Kontaktomda ad günü ilə bağlı indirim kampaniyası var. Mən də həmin kampaniyadan yararlanıb tərəzi almışam. Bir də yadınızdadır, sizə demişdim ki, diyetaya başlamışam. Baxın, diyetam nəticə verib artıq. 59 kiloya düşmüşəm. Tərəzidən də çox xoşum gəldi, çox bəyəndim.
Biraz ortalığı yer-yığış eləyim. Həm də sizin üçün çəkim. Təzə bir runner almışam deməyim, rəfiqəm hədiyyə edib mənə. Daha doğrusu o çəkiliş üçün istifadə eləyəcəkdi. Mən çox bəyəndim deyə onu mənə hədiyyə elədi. Çox sağ olsun. Təbii ki, Barama Home-dan gedir söhbət. Çox gözəl runnerdır. İndi sərəcəyəm sizinlə birlikdə. Siz də izləyin.
Hər yeri səliqəyə saldım. Oldu tərtəmiz. Belə də çəkim sizin üçün. Və salam, gedək üz baxımımızı edək. Xanımlar, mən məsləhət görürəm ki, hər axşam mütləq üz baxımınızı ləngitmədən və bir gün belə keçirmədən mütləq edin. Yəni, bu təmizlik çox vacibdir. Üzlərimizdə çoxlu məsamələr var və adi toz, çirk, gündəlik məruz qaldığımız hər şey o məsamələrə dolur və dərimizi çox pis hala gətirir, çıxardır. Mütləq şəkildə hər axşam üzünüzü yuyub və qulluq vasitələrini mütləq şəkildə çəksəniz çox gözəl dəriniz olacaq. Digər vlogumda da qeyd etdiyim kimi bizim bədənimiz, dərimiz, yəni özümüzə etdiyimiz qulluq bizə mütləq şəkildə yaxşı, gözəllik, yaxşılıq olaraq geri dönür. İlk öncə özümüzü sevməliyik. Çalışın mütləq şəkildə kağız salfetlə üzünüzü qurulayın. Bu daha xeyirlidir. Bunu ilk dəfə mənə dəri həkimim tövsiyə etmişdi ki, kağız salfetlə mütləq şəkildə qurulanmalıdır dəri. Öncə göz altıma Pures'in belə bir serumu var, onu çəkirəm. Bu gözümün altındakı yorğunluğu götürür. Sonra niasinamiddir. Məsamələri yığmaq üçün çox əlverişlidir. Bunu çəkirəm üzümə. Bir 5 dəqiqə gözlədəcəm ki, üzüm tamamilə dərim onu mənimsəsin və qurusun üzümdə. Daha sonra eyni markanın nəmləndirici kremini edəcəyəm. Bu masajı da Instagramda üz yoqası edən xanımlardan öyrənmişəm. Effekt verirmi desəniz, məncə verməsə bu qədər reklam etməzlər bunu. Həm də nə zərəri var ki, bunu etməyin, məncə edə bilərik. Elə də çox nə vaxtımızı, nə də ki gücümüzü tələb etmir. Nəmləndiricini də çəkirəm üzümə. Yaxşı masaj da edirəm. Mütləq şəkildə bunu edirəm. Sanki elə fikirləşirəm ki, doğrudan da qaşlarımı qaldırır yuxarıya bu masaj, üzümü qaldırır yuxarıya. Balzamımı da çəkdim dodaqlarıma. Əssalam. Hazıram.